yaramazın biri, ünsürün biri çıxır aylarla Talışlara qarşı ağzına gələni danışır. Çox-çox üzr istəyirəm dəyərli izləyicilərdən, murdar danışır Talışların ünvanına və adama bir Allahın qulu dur demir. Hüquq mühafizə orqanları səssiz qalır. Səssiz qalandan sonra adam yenə təkrar aylarla yenə başlayır Talışları təhqir eləməyə, söyməyə və Lerik rayonunun Laman kəndindən Rzayev Şücaət bu adamı aparır, cəzalandırır. Rzayev Şücaəti biz təqdim eləmirik. Amma Rzayev Şücaəti bir Talış olaraq bu işə məcbur edən nə idi? Ona birlikdə baxaq, görək bu yaramaz Talışların ünvanına nə deyib? Siz Talışlar, nə qeyrətiniz var, nə vicdanınız var, nə namusunuz var. Neyiniz var sizin ay Talışlar? Çox gürcü şəkildə bir təbliğat gedir. Talışların hüquqları pozulur, ana dillərində təhsil ala bilmirlər, sosial hüquqları pozulur. Yəni bu cür sosial şəbəkələr özdə harda oturur bu insanlar? Hamısı Moskvada. Necə yəni Talışların problemi nə bilim Moskvalılar şişirdi, nə neydi? Lan kim şişirdi? Ben ne eləyəcək? Siz elə bir Talışlar yiyəsiz deyil. Talışın Moskvası var, Tehranı var. Bunu bilməlisiniz. Siz ki bizim başımıza oyunu açmışsınız. Siz ki bizi bugünə qoymuşsunuz. Deyirsiniz Talışlar təhqir olunmur. Bak siz özünüz deyirsiniz.